Salam hörmətli izləyicilərimiz, ümumi sahəsi 162 kvadrat olan mənzil sizə təqdim etməyə gəlmişəm. Xırdalanda düz Heydər Əliyev prospektinin kənarındadır və Xırdalanın girişidir. Qəşəng 5 otaqlı bir mənzil. Qonaq otağını görürsünüz hal-hazırda. Qəşəng geniş bir qonaq otağı var. Rahat bir 50 kvadrat var qonaq otağında. Hər bir tərəfindən istəyirəm göstərim, baxasınız. Çünki tavanı çox qəşəng işlənib. Və qonaq otağından görürsünüz, eyvana çıxış var. Belə 2 dənə də qoşaq qapısı var. Gəlin sizə başqa bir mətbəxi göstərim. Mətbəx mebeli yığılıb. Belə qəşəng mətbəxdən də balkona keçidi var. Mənzilimiz 185.000 manata çıxıb satışa. Kafel hissəsi istif oldu. Digər otaqları sizə göstərim. Bir yataq otağı. Laminat açıq rəngdən istifadə olunub döşəməsi. Gördüyünüz kafel hissəsinin hamısı istif oldu. Digər otaq, ikinci otaq. Üçüncü yataq otağı. Yataq otağından da balkona çıxış var da, oraya sizə gedib göstərməyəcəm. Otaqlarda olan kondisioner qalır. 2 sanitar qovşağı, birinci sanitar qovşağı, çıxış, giriş qapısı və ikinci hamam otağı. Beləliklə evin proyektini göstərdim. Giriş qapısı, sağ hissədə girəndə hamam otağı, deməli solda ikinci hamam otağı və belə otaqlar paylandı. Dəhlizdən 1, 2, belə sizə göstərdim hamısını. 185.000 manat prospektin kənarı və Xırdalanın girişidir, deyim sizə hörmətli izləyicilərimiz. Yəni ki, Bakıya gedib gələnlər üçün yaxşıdır ki, probkanı görməyəsiniz. Gəlin baxın. Bina 7 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. Sənəd hərəkəti müqaviləli tezliklə binaya kupşa veriləcək. Alqı-satqı notariusda olur. Gəlin baxın, bugünə bu qədər, sağ olun.